Bəli, şəhərlərin uşaqlar üçün əlçatan olması elə onun hər kəs üçün əlçatan olması deməkdir. Məsələ Gənclər və Uşaqların Assambleyasında əsas müzakirə olunan mövzulardan biri də məhz şəhərlərin əlçatanlığı və inklüzivliyidir. Qeyd etmək istəyirəm ki, məhz bu mövzuda bir çox məqamlara toxunulur və xüsusilə də uşaqlar və gənclərin müasir şəhərsalmada yalnız infrastrukturun istiqamətləri deyil, planlaşdırma prosesinin fəal iştirakçılarına çevrilməsi də vacib şərtlərdən biri olduğu vurğulanır. Onların cəlb edilməsi, təhlükəsizlik, ekoloji cəhətdən təmiz, inklusiv, hər yaş qrupuna uyğun şəhər mühitlərinin yaradılması da təmin edir ki, hansı ki, gələcək nəsillərin ehtiyaclarına cavab verən dayanıqlı inkişafın təməlini qoyur. Müasir şəhərsalma prosesində uşaqların və gənclərin rolu bir sıra istiqamətlərdə cəmlənir ki, hansı ki, bunun da əsas vəzifəsi və əsas öndə duran məqam inklüzivlik və təhlükəsiz mühitin formalaşdırılmasıdır və təhlükəsizlik və ekologiya, nəqliyyatın azaldılması, yaşıl zonaların və velosiped yollarının artırılması, uşaqların təmiz hava almaq və təhlükəsiz oynamaq hüququnu da qoruması da əsas burada müzakirə olunan məqamlardan biridir. Təbii ki, burada yaşıl məkanların layihələndirilməsi, asudə bağ, təbii oyun sahələri, xüsusən də müasir memarlıq standartlarının standart plastik oyun meydançaları və uşaqların təbiətlə ünsiyyət qurmasına imkan verən ekoloji parklar da əsas götürülür ki, bu da fiziki aktivliyin daha da yaxşı olmasına, yaşıl və açıq məkanların gənclərin və uşaqların asudə vaxtlarını səmərəli keçirilməsinə xüsusi şövq edini və xüsusi əhəmiyyət verdiyini vurğular. Məsələn, layihələndirilmədə gənclərin iştirakı müxtəlif dövlət proqramlarının və təşəbbüslər çərçivəsində təşkil edilməsi də bu istiqamətdə müzakirə olunan mövzulardan biridir. Təbii ki, burada memarlıq baxımından da əsas götürülür ki, məhz şəhərlərin memarlıq baxımından daha gözəl, daha cəlbedici olması burada əsas deyil. Ən əsas da burada həmçinin də o şəraitin, rahatlığın yaradılmasıdır. Və bu gənclər və uşaqlar assambleyasının əsas mövzularından biridir və assambleya yeni başlayıb. Hələ ki, bizdən bu qədər söz sizdədir, əsas studiyada.